Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Bildiyiniz kimi qarşıdan Qədirxum bayramı gəlir. 18 Zilhiccə İslam tarixində ən önəmli, ən üstün bayramlarından biri olan Qədirxum bayramıdır. Bu il təqribən iyunun 14-nə təsadüf edəcək bu əzəmətli bayram. Qədirxum bayramı ilə bağlı biz şiiyələrin əsaslı bir inancı var. Və bu inanc bir təfəkkürün, bir mədəniyyətin məhsuludur. Tarixi və hədis qaynaqlarına əsasən Allah Rəsulu hicrətin 10-cu ilində böyük həcc ziyarətindən qayıtdıqdan sonra ömrünün son illərində Qədirxum deyilən bir məntəqədə müsəlman səhabələri saxlayaraq 3 gün ərzində onları bir yerə toplamış və müfəssəl, geniş formada çıxış etmiş. Və çıxışın sonunda Əli ibn Əbi Talibi öz yanına dəvət etmiş və əlindən tutaraq belə demişdir. Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. Allahım, onu sevəni sən də sev, onunla düşmən olana sən də düşmən ol. Bu hadisədən sonra bütün müsəlmanlar gəlib Əli ibn Əbi Taliblə beyyət edib, onu İslam dünyasının rəhbəri olduğu üçün təbriklər söyləmişlər. Amma təəssüf olsun ki, Allah Rəsulunun Allahın əmri ilə icra etdiyi bu göstəriş müəyyən səbəblərdən öz yerini, haqq yerini tutmadı və Əli ibn Əbi Talibə zülm olundu. Bu məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfi bundan ibarətdir ki, bildiyiniz kimi Qədirxum barəsində hər il zaman etibarı ilə müxtəlif şübhələr, etirazlar ortaya çatır. Bəziləri deyir ki, ümumən orada Həzrət Əleyhisselam olmamışdı. Bəziləri deyir ki, Əleyhisselam Yəməndə olarkən Yəmənlər ondan incimişdi. Bəziləri deyir ki, burada Mövla sözünün məqsədi, mənası dostdur və s. kimi şübhələr. Qədirxum ərəfəsində biz şiyə olaraq bu şübhələrə vaxt sərf etməliyik, yoxsa Qədirxumu fəhm etməliyik? Heç şübhəsiz, hər bir şeydən əvvəl, hər bir məsələdən əvvəl şiyə olaraq Qədirxum və Qədirxumun mahiyyətini analiz etmək, ona yenidən baxmaq hər birimizin mənəvi borcudur. Çünki burada Əli ibn Əbi Talibin haqqı var. Allah Rəsulu buyurmuşdur ki, Allahım, onu sevəni sən də sev. Əli ibn Əbi Talibi sevmək, onun ətrafında baş verən hadisələri incələmək, onu dərindən bilmək. Çünki Allah Rəsulunun bu duası heç şübhəsiz qəbul olacaq. Və Əli ibn Əbi Talibə düşmən olan şəxsə Allah da düşmən olacaq. Əli ibn Əbi Talibə düşmən olmamaq üçün heç şübhəsiz o həzrətin həyatını, fəzilətini, üstünlüklərini dərindən bilib mənimsəməkdir. Bəs yaxşı, Qədirxum barəsində olan şübhələrə biz baxmayaq, baxaq, cavab verək. Amma ilk növbədə Qədirxum nədir? Qədirxumun mahiyyəti nədir? Əleyhissalam burada necə təqdim olundu? Bir şey olaraq bunu bilmək lazımdır. Və daha sonra bu kimi şübhələrin sorağına getmək lazımdır. Bildiyiniz kimi Qədirxum barəsində və eyni zamanda İmam Əli əleyhissalam barəsində müxtəlif kitablar, məqalələr yazılmış, müzakirələr olmuşdur. Mən bu kitablara müraciət edək də demirəm. Əli ibn Əbi Talibi və Qədirxum hadisəsini Əhl-i Beyt imamları da çatdırmışdır. Alimlərin tövsiyəsi budur ki, Əhl-i Beyt imamları Əli ibn Əbi Talibi necə çatdırmışdır, Qədirxumu necə çatdırmışdır, o məsələyə baxmaq lazımdır. Çünki hər bir imam özünü təqdim etməmişdən əvvəl Əli ibn Əbi Talibin imamətini və o həzrətin üstünlüklərini insanlara çatdırmışdır. Və demişlər ki, heç birimizə müminlərin əmiri deməyin. Çünki bu ləqəb yalnız Əli ibn Əbi Talibə məxsusdur. Demək, bütün imamlar, yəni
İmam Əlidən başqa yerdə qalan bütün imamlar İmam Əlini təqdim etmişlər. Əgər İmam Əliyə biz mərifət kəsb etsək, onun imamlıq məqamını qəbul edə bilsək, heç şübhəsiz digər imamların da imamətini bilərik. Bəs yaxşı, qədrxumla bağlı biz hansı imamın qapısına gedək, hansı imamın minbərinin ətəyində oturub, onun dilindən qədrxumu, İmam Əlini eşidək. Heç şübhəsiz hər bir imam öz zamanına uyğun olaraq Əli ibn Əbi Talibi və qədrxum məsələsinə izah etmişdir. Məsələn, İmam Sadiq əleyhissalam bir tərəfdən, İmam Baqir bir tərəfdən, digər imamlar bir tərəfdən. Və onlardan da eyni zamanda yanaşmaları fərqlidir. Biri dua formasında, biri elmi formada, biri müzakirə formada və s. Ən rahat formada qədrxum və Əli ibn Əbi Talibi bizə təqdim edən İmam Hadi əleyhissalamdır. Bildiyiniz kimi İmam Hadi əleyhissalam çox çətin bir dönəmdə yaşayıb. Belə bir dönəmdə Şiə əqidəsi müstəqim, nizamlı formada insanlara çatdırılmalı idi. Pərakəndə formada deyil. Şiənin əqidəsinin nizamnaməsi nədir? Şiə qədrxumu necə qəbul etməlidir? Aşuranı necə qəbul etməlidir? İmamlar barəsində əqidəsi necə olmalıdır? Bunu nizamlı şəkildə İmam Hadi əleyhissalam təqdim etmişdir. İmam Hadi əleyhissalam Cami-i Kəbirə ziyarətində bütün imamşünaslığı təqdim etmişdir. Yəni, insan Cami-i Kəbirə ziyarətinə baxdıqda görərək ki, bəli, burada artıq imamşünaslıq var və bir məsum imam imamət məqamını tanıtdırır. Eyni zamanda İmam Hadi əleyhissalam qədrxum və Əli ibn Əbi Talibi də təqdim etmişdir. İmam Hadi əleyhissalam Qədiriyyə ziyarətində həm qədrxumu təqdim etmiş və eyni zamanda İmam Əli əleyhissalamın da fəzilətini təqdim etmişdir. Bu ziyarətnamə olduqca önəmli və mühüm mövzuları özündə əks etdirir. Təsəvvür edin ki, bu ziyarəti imamdan nəql edən alimlər və İmam Zaman əleyhissalamın naibidir. Məsələn, bu ziyarəti İbn Məşhədi, Şazdan İbn Cəbrail Qumi, Məhəmməd İbn Əli Təbəri, Əbu Əli Tusi, Şeyx Tusi, Şeyx Müfid, İbn Quləvi, Kuleyni, Əli İbn İbrahim Qumi, bu şəxslər alimlərdir və Şiənin sütun alimlərindəndir, hədis alimlərindəndir. İndi bunlar Hüseyin ibn Ruh Nulbəxtidən, İmam Zaman əleyhissalamın 3-cü naibidir. Osman ibn Səiddən, İmam Zaman əleyhissalamın 1-ci naibidir. Bu da İmam Həsən Əskəridən və o da öz atası İmam Hadidən bu ziyarəti nəql etmişdir. Hədisdə yazılır ki, İmam Hadi əleyhissalamı Əbbasi xəlifəsi Mu'təsim məcbur edir ki, Mədinədən Samirəyə gəlsin. İmam bu ziyarətdə, bu məcburi Əbbasi xəlifəsi Mu'təsim İmam Həsən Əskərini məcbur şəkildə Mədinədən Samirəyə gətizdirir. İmam bu səfərdə İmam əleyhissalamın ziyarətinə gedərək bu ziyarətnaməni oxuyur. Buna əsasən ziyarətnamə qədrxum günü Əli ibn Əbi Talibin məzarı kənarında bir imamın İmam Əlini tanıtdırmasıdır, İmam Əlini vəsf etməsidir. Ümumi olaraq bu ziyarətnamədə İmam əleyhissalam barəsində ayələrə toxunulur. Təqribən 30-dan çox ayədir. Hədislərə istinad edərək İmam Əlinin fəzilətləri zikr olunur. Tarixi hadisələrdə İmam Əli ki, bu İslam tarixində olduqca önəmli işlərdə öndə olmuşdu. İmam buna toxunur. Bədir döyüşü, Ühüd döyüşü, Xəndək döyüşü və s. Və eyni zamanda İmam Əlinin imtahanlarına, sınaqlarına, çəkdiyi çətinliklərə bu ziyarətnamədə toxunur. Böyük alimlərin bu ziyarətnaməyə də baxışı olduqca müsbətdir. Şeyx Abbas Qumi buyurur ki, düzdür ki, bu ziyarətnamə qədrxum günü oxunması müstəhəbdir. Amma sənədi o qədər möhkəmdir ki, bunu həmişə insan oxuyub, bunun ziyarətnamədən maariflənə bilər. Ayətullah Vəhid Xorasani buyurur ki, bu ziyarətnaməni başa düşmək üçün insan fəqih və filosof olsa da azdır.
o qədər dərin məsələləri bu ziyarətnamədə vurğulanır ki, İmam Əli əleyhissalamın fəziləti və eyni zamanda Qədürxum məsələsi burada öz yerini alır. Buna görə də hər bir insan öz tutumuna əsasən bu ziyarətnaməni oxumalıdır. Buna əsasən, əzizlər, biz Qədürxum günü nə edək, kimin sorağına gedək? Heç şübhəsiz İmam Hadi əleyhissalamın Qədürxum barəsində buyurduğu ziyarətnaməni oxuyaq. Biz gələn bəhslərimizdə qısa olaraq bir neçə formada bu ziyarətnaməni ümumi formada siz əzizlərlə müzakirə edəcəyik inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.